Binə qəsəbəsi 82-ci Binə küçəsi Döngə 8-də yaşayan sakinlər şikayətçidir. Onlar deyir ki, məişət tullantılarını atmaq üçün uzun məsafə qət edirlər. Çünki yaşadıkları məhəllədə zibil qabları yoxdur. Zibil qabları çox uzaqdadır. Yəni ki, cəmaət əziyyət çəkir, məhəllə cəmaəti əziyyət çəkir. Siz nə istəyirsiniz? Heç nə, ən azından zibil qablarını çoxaltsınlar. Əvvəllər küçəmizdə zibil maşınları gəlirdi. Özlərinin işçiləri ilə birlikdə hamı həyətindən zibilləri götürüb maşına atırdı və onlar da apardılar lazımi yerlərə, hara təyin olunmuş yerə. Sonra bir il yarım, 2 ildir yoxdur, əziyyət çəkirik. Unsur vurub sağ qolum işləmir. Mən necə aparım? Konteynerlərin azlığı ərazidən keçən su kanalının da çirklənməsinə səbəb olur. Sakinlər deyir ki, bəzi insanlar uzaq yol getməmək üçün zibilləri kanala atır. Bir dənə orada kanalın kənarında zibil qabı var. Burada çox uzaqdır cəmaata. Buradan ora aparana qədər bir də görün cəmaat kanala atır zibillərini. Kanal zibillənir. O kanalda zibillənməsi bizim üçün yaxşı deyil də belə götürəndə. Binə qəsəbəsində zibil qablar bəzi yerlərində var, bəzi yerlərində olmadığına görə vətəndaşlar zibilləri atırlar kanala. Bu barədə, yəni tədbir görülməsi barədə müəyyən orqanlardan xahiş edirik ki, bu barədə tədbir görsünlər. Məsələ ilə bağlı Abşeron su meliorasiya sistemlərinin istismarı idarəsinin mövqeyini öyrəndik. İdarə tərəfindən xüsusi maşın mexanizmlərlə kanal və körpünün ətrafında olan zibil, məişət tullantıları tərəfimizdən təmizlənir və bununla da kanalda suyun mütəmadi olaraq axını təmin edilir. Biz fürsətdən istifadə edib əhaliyə efir vasitəsilə müraciət edib bildirmək istəyirik ki, məişət tullantıları kanala atılmasın. Bu kanalın istismarına maneçilik törədir. Binə qəsəbəsi üzrə nümayəndəlikdən isə deyildi ki, ərazidə bir neçə nöqtədə tullantı meydançası mövcuddur və tullantıların daşınması xüsusi texnikalar vasitəsilə təmin edilir. Qeyd olunan küçədə əlavə konteyner meydançasının yaradılması ilə bağlı qəsəbə nümayəndəliyinə rəsmi müraciət daxil olmayıb. Sakinlər müraciət etsə, əlavə konteynerlərin qoyulması məsələsinə baxıla bilər. Rövşən Tahir, Tural Məmmədov. Və bizim çəkilişdən sonra sözü gedən ərazi, yəni Binə qəsəbəsi 82-ci küçədə yerləşən su kanalındakı zibil təmizlənib. Abşeron su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən əraziyə xüsusi texnika cəlb edilib və təmizlik işləri görülüb. İndi həmin kadrları izləyirsiniz. Nə deyək, çox şükür, təki bütün problemlərimiz bu cür öz həllini tapsın.